Verilişin baş sponsoru Hacı Seylon Çayları. İnsan bütöv bir kainatdır. Bütün dünyanı içinde yaşadan insan ise eşkin tam da özüdür. Eşkimize, sevgimize güvenerek sizinle görüşe geldik əzizlərimiz. Hər birinizin hər vaxtınız xeyirli uğurlu olsun. Qapımızı deyil, qəlbimizi döyənlər buyursun deyirik. Xəzərin sahilindəyik və Xəzərin sahilindən hər birinizə qucaq dolusu salam göndəririk. Və bugün biz sözün əsl mənasında insanlıq, ruh və ruhun bizə ehtiva etdiyi bu maddi mənəvi dünyadan danışacağıq. Çünki bunu bizə əxs edən bir insan Xəzərin sahilindədir və Xəzərin sahilindən sizi salamlayır. Yəqin ki, hər biriniz Voice televiziyasında hər cümə günü inan verilişini izləyirsiniz. Və burada çoxsaylı suallar ünvanlayırsınız və sizin o suallarınızı birbaşa cavablandırmağa səbəbkar olan bir insan bugün bizim Xəzərin sahilindədir. Seyid Camal Əzimbəyli, şərqşünası alim və ümumiyyətlə bir müsəlman dünyasında Seyid imzasını daşıyan insanın titullarını sadalanmağa ehtiyac yoxdur. Xoş gəlmişsiniz Seyid. Minnətdaram, çox məmnunam və şərəf duyuram ki, hər zaman sevərək izlədiyim verilişdəyəm, Xəzərin sahilindəyəm və bu verilişin müəllifi və aparıcısı olaraq xüsusi sevgi, sayğı, ehtiram bəslədiyim əzizim Fəxriyə xanımın da qonağı olmaq mənim üçün çox önəmlidir və çox dəyərlidir. Xəzərlə ünsiyyətdə olanda Seyid Camal hansı hisslərini özündə ehtiva edir? Xəzərin sahilində pıçıltılarımla danışdığım Xəzərdən mənə xoş cavablar gəlib. Suya hər hansı bir fikirlərini, arzularını, istəklərini çatdırmağın özü də inamdır. Yəni o insanlar ki, onu idrak edə bilirlərsə, onu həyat yaşantısına transfer edə bilirlərsə, demək ki, onlar sevgi nədir? Ondan nəsibini alanlardır. Bir insan sənin ruhdaşın deyilsə, o sənə yaddır. Təbiətdə çiçəklərlə danışırsınız Seyid. Ağaçlarla Sir söhbət deyilsə bu edirsiniz. informasiyanı hardan alır? Mən şübhə yerim o yanda artıq. Ağaçlarla qardaş kimi, Elədir. qardaş kimi qucaqlaşırsınız. Elədir. Və bütün bunların hər biri təbiətə olan inam və özünün də bu təbiətin bir parçası olduğunu dərk etməkdir. Hər zaman ancaq səmimiyyətə köklənən ruhu istəyirəm mən bu Xəzərin sahilində və heç bir zaman öncədən o qonaqla hər hansı bir ümumiləşdirilmiş bir ssenari və ya xüsusiləşdirilmiş bir Mən ssenari şahidəm. təşkil etmirəm. Ona görə Seyid, bugün sizin səmimi ruhunuzun qonağıyıq. Bugün Xəzərin sahilindəyik və Xəzər tam bütün qoynunu, qucağını bizə açıb və biz də öz ruhumuzla, tamaşaçılarla bax beləcə ruhumuzu pünhan edirik onlara. Və Seyid, mən bilirəm ki, Seyid Camal həftədə 2-3 dəfə Xəzərin sahilində gəzir, onunla dərdləşir, ona hesabat verir, ondan məsləhət alır. Yəni, bu nə qədər poetik səslənsə də, amma reallığımız var. Yəni, bu ruh halını özündə yaşadan insanlar var və onlardan da biri və bəlkə birincisi sizsiniz ki, təbiətdən qidalanırsınız. Niyə? Çünki sizin bilavasitə işiniz insanın təbiətdən ayrılmaz bir parça olduğunu varlığı ilə dərk etməkdir. Xəzərlə ünsiyyətdə olanda Seyid Camal hansı hisslərini özündə ehtiva edir? Böyük olur, böyüyür, yoxsa ki, uşaqlaşır? Mən təşəkkür edirəm bu informasiyanı hardan almışsınızsa, həftədə 2-3 dəfə həqiqətən doğru informasiya veriblər. Görünür, çox tutarlı mənbəniz var kəşfiyyat baxımından. Xəzər mənim üçün gəncliyimdən, mən Bakı şəhərinə gəldiyim ildən, Xəzər mənim sanki yaddaşımın yenilənməsinə, ruhumun məqamının təminatının mühürlənməsinə mübarək bir səbəbkara çevrilə bilib. Ən ağır anlarımda, xoş anlarımda, açıq söyləyim, bir inanc adamı kimi də dualarımın ən çox bəzən düşünürəm ki, insanlar daha çox duaların sanki səccadə üzərində edilməsini
iftixarla söyləyirlər. Mən isə zaman-zaman düşünmüşəm və görmüşəm ki, təsdiqini də tapıb ki, Xəzərin sahilində pıçıltılarımla danışdığım Xəzərdən mənə xoş cavablar gəlib. Kimlərsə məni üzdükdə belə dərd vermək deyil, sadəcə dostuma dərdimi bölüşmək üçün Xəzərin qoynuna qaçmışam. Ona görə bugün də Xəzərin sahilində mənə yer verdiyiniz üçün sizə ayrıca təşəkkür edirəm. Bu tam səmimidir. Bəli, təbii ki, burada ancaq səmimiyyətdən söhbət gedə bilər və bu məqamda içimə gələn bir yeni sual yarandı. Biz dualar etmək üçün mütləqdir ki, bir canamaz sərməliyik, mütləqdir ki, dəstəmaz almalıyıq, mütləqdir ki, o prosedur qaydalara həyata keçirməliyik, riayət etməliyik onlara və başımızı səcdəyə qoymalıyıq, arzunu demək. Bunlar mı? Yoxsa həmən içimə o dua, o arzu gəldiyi zaman Xəzərin qoynuna, misal üçün Xəzərin qoynuna gedib Allahla birbaşa ünsiyyətdə olmaqmı? Rəbbi hər yerdə anmaq mümkündür, çünki o hər yerdədir. Yetərli olan ilahi təslimiyyətlə onu çağırmaqdır. Onun haqqına qarşı üsyan etməmək, onun buyurduqlarına riayət etmək. Çünki Allaha gedən yolun başlanğıcı sevgidən keçir. Bütün yaradılmışları yaradan üçün sevəcəksənsə, o Xəzərin qoynunda da, yamyaşıl meşələrdə, otlaq sahələrində belə, hətta bir xanımı belə ruhunu bəzəməsini könlündə ilahiyə gedən yolun yolçuluğu ilə görəcəksən. O artıq ruhu pak, mənəviyyatı dumduru seçilmiş bir şəxsiyyətə səni çevirəcək və sən onda şəxsiyyət olacaqsan. Xəzərin sahilində təbii ki, bunu açıq söyləyeyim, elə verilişin adına görə də haqqıdır söyləyək. Xəzərin sahilində o şəxslər xoşbəxtdir ki, onlar ancaq oranı görüş yeri kimi deyil, oranı sanki Rəbbi ilə görüşəcəyi bir mübarək məkan kimi seçə bilir. Xəzərin pıçıltılarından, dalğalarından ona gələn mesajları ruhuna süzdürə bilir. O üzüntülərini onunla örtür. Yəni, o insanlar ki, onu idrak edə bilirlərsə, onu həyat yaşantısına transfer edə bilirlərsə, demək ki, onlar sevgi nədir? Ondan nəsibini alanlardır. Çünki bilirsiniz, bir insan sənin ruhdaşın deyilsə, o sənə yaddır. Əgər Nizamiyə söykənsək, dahi Nizamiyə, mən Nizamiyə çox sevirəm. Sən sevgi ağlın üzərində əgər hakimiyyəti bərpa edəcəksə, nəfsin girovluğundan xilas olacaq. Sevgi nəfsin girovluğunda qalırsa, onun adı sevgi deyil, onun adı ötəri bir hissdir, ötəri yanlış bir duyğudur. Hətta yanlış bir duyğu demək, ifadə seçimi də doğru deyil. Mən Xəzərin sayında qısa olaraq söyləyeyim ki, mənəvi duyğularımın hakimiyyətinə yiyələnə bilirəm, sahiblənə bilirəm. Və bir də Xəzərin sahilində zaman-zaman özümə hesabat verməyin ən mümbit bir yer olduğunu görürəm. Çünki duyğular orada könlə hakim olur. Çünki orada nəfsin girovluğundan xilas olursan. Çünki orada sənə naxələf, illərlə dəstək olduğun, canım dediyin hansısa bir nankorun, hansısa bir dönüyün yanaşması deyil. Səni ağuşuna alan, səni sehirləyən, sənin söylədiklərinə hətta göz yaşı tökən, dumduru göz yaşı tökən saf bir dəniz var, saf bir su var. Ona görə Xəzərin sahilində olmağı mən bəzən həftədə 2 dəfə kim veribsə informasiyanı, Allah razı olsun, imkan tapdıqsa tez-tez gedirəm. Ruhum yorulanda gedirəm, ovqatım təlx olanda gedirəm. Bir də sevincli anlarımda da Xəzərin qoynuna qaçıram və vətənim adına, dövlətim adına, dualarımın da çoxunu orada edirəm, tək ailəm adına deyil. Bax belə. Təbii ki, su bir saflıqdır, su dirilikdir və suya hər hansı bir fikirlərini, arzularını, istəklərini çatdırmağın özü də inamdır. İnamdır. Və Seyid Camal, siz İnam verilişinin təsisçisi, yaradıcısı, aparıcısısınız və İnam verilişi artıq uzun illərdir ki, televiziya kanalında fəaliyyət göstərir Space-də və biz bir daha şahid oluruq ki, təbiətə inam, bioloji varlıqlara inam bəzən insani dəyərlərə inamdan daha üstün olur.
Çünki qeyd etdiyiniz kimi, çox gözəl onu qeyd etdiniz ki, şuurlu şəkildə insan dediyimiz varlığa bəzən inamımız azalır. O özünü doğru təqdim edə bilmədiyi halda və yaxud ümumiyyətlə hər zaman fikirləşirəm ki, dünyada neçə milyard insan var, o qədər həqiqət var. Biz bəzən kimisə günahkar saydığımız məqamda onun prizmasından, onun pəncərəsindən baxanda o da bizi günahkar saya bilər. Harda ki, şuur öz işini, fəaliyyətini başlayır, orada inam etalonu artıq öz meyarını itirir. Yeganə inandığımız, yeganə inam dediyib tapındığımız məkan hər zaman təbiətin qoyunu olur. Və bildiyim qədərilə siz təbiətdə çiçəklərlə danışırsınız, Seyid. Ağaçlarla Sir söhbət deyilsə bu edirsiniz. informasiyanı hardan aldın? Mən şübhə yerim oyandı artıq. Ağaçlarla qardaş kimi, Elədir. qardaş kimi qucaqlaşırsınız. Elədir. Və bütün bunların hər biri təbiətə olan inam və özünün də bu təbiətin bir parçası olduğunu dərk etməkdir. Doğrudur, Allah razı olsun. Mən yenə də söyləyirəm, bu informasiyanı şübhələnirəm iki yerdən. Sağ olsunlar. Bilirsiniz, mən uşaq ikən hardasa 3-də, 4-də, 5-ci sinifdə oxuyanda Ağcabədidə olsun, Laçında, Şuşada, Şuşanın turşusunda, Zarıstı kəndində, Laçında, Alxastıda, Seyidlər kəndində bəzən valideynlərimdən biraz kənara qaçardım, əyilmiş bir ağacı görərdim. Sənə çoxmu əziyyət verdilər, sənin kölgəndə çoxmu dayandılar, sənə bir sığal çəkmədilər. O dövrdən bu dövrə qədər xaricə getdikdə də ən yaşlı, ən gənc ağaclara belə sığal çəkərək mən onunla bir ruhdaş olduğumu görürəm. Və sanki o ağac deyir ki, mənim kölgəmdə gəldilər, yaxşı yeydilər, içdilər, gedəndə nəinki məni əkənə rəhmət oxumadılar, heç mənə bir sığal da çəkmədilər. Mən hər zaman, indi şükür Allaha, Allah qalib sərkərdəmizi qorusun, ordumuzu qorusun. Yəni Şuşadan, Laçından öncə İsmailli yolu, Qəbələ yolu gedəndə ya Qubuya doğru getdikdə, Qusara, yol qırağı həmişə ailəcə gedəndə və yaxud dostlarımla gedəndə avtomobili dərhal saxlayıb bir ağacla görüşək, bir salamlaşaq düşüncəsi ilə elə olub ki, bir saat bir ağacla bizim belə deyək ki, təmasımız baş verib, ruhu, azadlığı mən düşünürəm ki, bu cür almaq mümkündür. Çünki hansısa bir təcrübəmizdə görürük və sizin də təcrübənizdə mən sizi tanıyıram, ruhan bilirəm, o insanlar olub, xoş münasibətdə olarsan, onlar üçün canını belə fəda etməyə hazır olduğun bir zamanda bir də baxarsan insan naxələf çıxdı. Amma o ağac naxələf çıxan insanlara imtina etmir. O öz kölgəsini, o öz gözəlliyini öz seyri ilə, öz xidməti ilə göstərir. Ona görə elə bəzi insanlardansa elə ağacları sevmək mənim düşüncəmcə elə imana bağlı bir məsələdir. Bilmirəm, ola bilər bu mənim düşüncəm biriləri üçün baxdıqda yanlış olar. Amma siz bir obrazda Seyid Camalın anlayıram, hansı mesajı vermək istəyirsiniz cəmiyyətə. Yəni o informasiyaları ki almışsınız, ona görə mən ağacı da, otu da, mən xatırlayıram, mən bunu söyləyim. Əziyyət çəkmişsiniz, hardansa informasiyanı almışsınız, ona görə mən xatırlayıram, biz Zarıstıda, Turşuda çadır qurardıq, yaya 3 ay gedərdik. Orada o gözəl qantəpər, itburnu, onların gözəlliyinə baxıb, onları dərəndə belə onlardan halallıq istəyərdim. Allah şahiddir. Bilirsiniz, Seyid, Mövlana, Yunus İmrə, bunu kimi dahi insanların əsrlər boyu yaşamasına səbəb onların insanlıq və insanlar haqqında dediyinin bugün də öz təsdiqini tapmasıdır. Onlar elə hey insanlığın və insanların nə dərəcədə, belə deyək, mən o sözü demək istəmirəm, amma belə də səslənir, nankor ola biləcəklərini göstərir. Amma insan xisləti ilə doğulur, belə düşünürəm mən. Gördüyüm həyat təcrübəsi, bu ali kürsüdə əyləşən qonaqlarla söhbət əsnasında gəldiyim qənaətdir. İnsan bir xisləti ilə doğulur, insan dəyişmir. İnsan, o söz var, 7-si nədirsə, 77-si də odur. Seyid Camal 7-ci sinifdə oxuyanda xəstə şagird yoldaşının, parta yoldaşının
xəstələndiyini eşidəndə 5 kilometr yol gedirsə və o xəstənin ziyarətinə gedirsə, onu yoxlamağa gedirsə, 7-ci sinifdə bu addımı atan sinif yoldaşları ilə bərabər uzaq bir 5 kilometr yolu piyada qət edən bir uşaq, təbii ki, böyüyəndə bir ağacın kölgəsində biz sənin kölgəndə daldalandıq deyib onun halallığını istəyəcək. İnsan xisləti ilə doğulur. Və Seyid, boğazınız qurudusa yaşlayaq. Bax, təbiətimizin ən gözəl neməti də bizə verilən bu nemətdir. Biz də içirik. Təmiz, saf sudan aldığımız və Şri-Lanka torpaqlarında yetişdirilən bütün dünyanın biz torpaqlarını özümüzə əziz bilirik. Çünki insanlıq varsa, bəşəriyyət varsa, nemət var. Hacı Seylon çaylarından zaten də içirəm də. Hacı Seylon çaylarından içirik. Dəyərə, insanlığa, insana və keyfiyyətə, inkişafa xidmət edən bütün dostlarımızı salamlayırıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə Seyid Camal Əzimbəyli bizimlədir. Xəzərin sahilindəyik. Daha maraqlı söhbətimiz olacaq. Ümid eləyirəm ki, bizdən ayrılmayacaqsınız. Çünki qısa reklam fasiləmiz var. Verilişin baş sponsoru Hacı Seylon çayları. Bilmirəm nədəndir, həyatım qəmdir. İşlərim bəhrəsiz, günlərim kədər. Qəmdir mənimki ölənə qədər. Çünki insan məni dəfn edə bilməzsə, məndən xilas ola bilməzsə, o onu fəlakətə aparar. Deyirdi, sənin yazdıqların, sənin düşüncələrin bəzən gecələr də oyananda yaddaşıma düşür. Mən bunu ilk dəfə burada açıram, siz bunu astırdınız mənə açığı. Bu sizin üçün bir mübarizliyə zəmin oldu. Birdən mən xanım doktora deyirdim ki, Seyidim deyəndə efirə buraxmayın, açığıdır. Çoxu yox, bir ikisi olsun, digər. O da deyir, heç kim Camal müəllim demir, hamı Seyidim deyir. Amma görünür, bu ilahi eşqin şərbətini biraz mən erkən içmişəm. Amma onun da bir əzabları varmış. Mən indi bilmirəm, yəni sonda efirdən sonra sizdən bunu mütləq doğmam olaraq soruşacağam. İnformasiyaları ilə mükəmməl toplanmısınız ki, reklamlarımız bitdi. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, ümid edirəm ki, bu reklam fasiləsində heç ara ayrılmadınız. Bizimlə oldunuz çünki biz bugün Xəzərin sahilindən göylərə, Xəzərin sahilindən, bax bu dəniz ümmanlığından göy ümmanlığın arasındayıq. Tüm bunları bizə bəxş edən Allahın huzurundayıq və bugün bax bu meyarları bizə əxs edən, bu meyarları bizə yansıdan və bu meyarları bizə bir dəyər kimi hər zaman xatırladan Seyid Camal Əzimbəyli bugün bizimlədir. Spoiz televiziyasında İnam verilişinin müəllif və aparıcısı və Seyid. Bəli. Necəsiz? Valla Allah razı olsun. Yəni bu danışdıqlarınıza dayanaraq Yunus Əmrəni mən hər gün namazımda, dualarımda anıram. Yunus Əmrə deyir ki, bilirsənsə danış, ibrət alsınlar. Bilmirsənsə sus, adam sansınlar. Yunus Əmrə deyir ki, ana rəhmindən gəldik bazara, bir kəfən aldıq, döndük məzara. Yaradılmış hər hansı bir qul bəndə axirətə iman gətirərsə, onun könlündə mərhəmət, rəhmət, şəfqət, oyanış hissləri davamlı olar, dayanıqlı olar. Bir də dediniz, xəstə yanına getmək, bilirsiniz, mərhəmət sonradan verilmir. Bəli. Rəhmət, şəfqət hissləri o fitrətdən gələn bir ruhdur. Xarakter formalaşa bilər, zamanla formalaşa bilər, cəmiyyətdə, toplumda, tədrisdə. Amma fitrətdən gələn o ruhun azadlığından qaynaqlanır. Allah sizdən razı olsun. Biz də belə deyək, şagirdliyimizdən tələbəlik illərimizə, tələbəlik illərimizdən də bu günə qədər də Allah bu mərhəməti, bu rəhməti, bu şəfqəti könlümüzə verdisə,
Mövlana necə deyir, məni tərk et. Mən hər zaman şuurumda belə düşündüm ki, belə düşündüm, hissə hesabat verirəm, ona görə belə də açıq danışacağam. Mən düşündüm ki, və dualarımda da dedim ki, ya Rəbbim, məni məndən xilas et. Çünki insan məni dəfn edə bilməzsə, məndən xilas ola bilməzsə, o onu fəlakətə aparar. O necə sevgi bir əzabdırsa, bu ondan daha betərdir, daha üstündür. Bilmirəm nədəndir, həyatım qəmdir. İşlərim bəhrəsiz, günlərim kədər. Qəmdir mənimki ölənə qədər. 6-cı sinifdə oxuyan və rayonun Sürət qəzetində Camal imzası ilə öz fikirlərini ora köçürən və daha sonra 8-9 yaşlarında Nigar müəllimədən Seyid təxəllüsü alan bugün Seyid Camal Əzimbəyli Yunus İmrədən sitat gətirir və halbuki onun iç dünyasına nəzər yetirdikdə onun nə qədər bayaq dediyi kimi sevginin belə insana bəxş etdiyi kədəri əks edir. Mən indi bilmirəm, yəni sonda efirdən sonra sizdən bunu mütləq doğmam olaraq soruşacağam. Bu informasiyaları elə mükəmməl toplamısanız ki, bu arada Nigar müəlliməni də mən Ağcabədi şəhər 4 nömrəli orta məktəbdə mənim belə ədəbiyyat müəlliməm olub. Onu hər zaman rəhmətlə anıram. Onun atasının da adı Camal kişi olub, rəhmətə getmişdi. Nigar müəllimə də haqqın dərgahındadır. O həmişə mənə deyərdi, sənə həm Seyid olaraq, həm də atamın adı olaraq hörmət edirəm. Amma deyirdi, bunu üstələyən bir hörmət var. Deyirdim, nədir Nigar müəllimə? Deyirdi, sənin yazdıqların, sənin düşüncələrin bəzən gecələr də oyananda yaddaşıma düşür. Mən bunu ilk dəfə burada açıram. Siz bunu astırdınız mənə açığı. Bilirsiniz, o 6-cı, 7-ci sinifdə bilmərəm nədəndir, həyatım qəmdir. Yəni, kimsə sual verə bilər ki, 6-cı sinifdə oxuyan uşağın Yəni, bir qəm, kədər, bu nədən qaynaqlanır? Onun mən fərqinə çox istəmirəm, yəni dərinə gedəm. Bu hardandır, bu hisslər nə idi? Bəlkə də mənim o yazdıqlarımı o zaman mənim öz bioloji doğmalarım içərisində çoxluq anlaya bilməzdi, idrak edə bilməzdi. Amma o mənim üçün böyük bir təsəlli idi. Bağımızda bir armud ağacının altında dayanıb, bilmirəm şeirdir yoxsa o nədir, o duyğuları onda kompüter dövrü deyildi, internet dövrü deyildi. Dərhal yaddaşından silinməsin deyə yazmaq. Sonra Nigar müəlliməni dediniz, Nigar müəllimə məni çağırdı, dedi ki, sənin Sürət qəzetində yazını oxudum, sən Əhl-i-Beyt mənsubusan, şəcərəniz bəllidir, bu Qarabağ ilatında hər kəs sizə sayğı, ehtiram bəsləyir. Dedi, bir gün olacaq televiziyalardan, mətbuatdan, o Camal deməsinlər, sənə elə haqq etdiyini söyləsinlər, amma sən də ona layiq ol. İndi yəqin ki, ruhu şaddır, belə deyək. Və siz də sağ olun ki, xatırlatdınız. Hətta uşaq vaxtı sizə balaca Seyid deyəndə nə zamansa mən böyük Seyid olacam deyə. Bir uşaqlıq hissi də var ki, böyüyəndə böyük Seyid olacam. Daha bilmirəm, bu verilişin necə, bunun formatını necə, sanki dəyişdiniz belə deyək. Qönçə müəllimə vardı, mənim birinci sinif müəlliməm. Allah onun məkanını cənnət etsin. Qönçə müəlliməndə, Nigar müəlliməndə. O mənə balaca Seyidim deyə, birdən mənə deyirlər, indi bizə bilirsiniz, siz şahidsiniz ki, belə tək Ramazanda bir gündə 3000, 4000, 5000 izləyicilərimiz sevgilərindən suallarını göndərirlər. Əziz Seyidim deyirlər. Birdən mən xanım redaktora deyirdim ki, Seyidim deyəndə efirə buraxmayın, açığıdır. Çoxu yox, bir ikisi olsun, digər. O da deyir, heç kim Camal müəllim demir, hamı Seyidim deyir. Mən onda dedim ki, Nigar müəllimənin duası qəbul olub, Qönçə müəllimənin duası qəbul olub. Qönçə müəllimə mənə balaca Seyid deyirdi. Bu təbii ki, zarafatdır. Mən də həmişə gülürdüm, deyirdim ki, mən də böyüyəcəm, böyük Seyid olacam. Siz onda baxarsınız. Onun da ruhu şaddır inşallah. Mənim milli şura, milli məfcuriyə, milli mənəviyyata köklənməmdə tək soyundan gəldiyim böyüklərim deyil, bax o müəllimlərimin də
çox böyük rolu var. Ayrıca olaraq mən bunu burada xatırlamalıyam. Mənim sahəmdə olmasa da Bakı Dövlət Universitetinin professoru, demək olar ki, yüzlərlə mənəviyyat adamlarının, elm adamlarının ustadı Hacı Əyyubun, kimyaçı, kimya elmləri doktoru professor Hacı Əyyubun da çox böyük xidmətləri var. Çünki insan, təkrar deyirəm, o fitrətən, o ruhən, o eşqin... Mənim bir yazım vardı, deyəsən 5.25-də vermişdilər o vaxt. İlahi eşqin şərbətini içdinsə, belə başlayırdı, sən aşiqsən. İndi kimsə aşiqliyi bir sevdiyi xanıma qovuşduqda bitdiyini sayır, kimsə yeni başlanğıc olduğunu deyir. Amma görünür, bu ilahi eşqin şərbətini biraz mən erkən içmişəm, amma onun da bir əzabları varmış. İndi mütəxəssislər belə hesab edirlər ki, sən uşağa uğurlu olmağı öyrətmək istəyirsənsə, onu uğursuzluğa düçar et birinci, o özü uğurlu olmağın yollarını tapacaq. Müəllimlərdən danışırıq, bəlkə də zamanında yaxşı bildiyiniz tarix dərsinə müəlliminiz 4 yazanda bu sizin üçün bir mübarizliyə zəmin oldu. Siz fərqində idiniz ki, o 5-ə layiq qiyməti müəllim sizə 4 yazdı. Amma bugün Seyid Camal bax, onun da dadını gördü və bir mübariz olaraq özünü sübut eləməyə çalışdı. Daha çoxmu belə öyrəndiyiniz var, bilmirəm. Yəni, mən Bakı Dövlət Universitetinin Şərqşünaslığı fakültəsini Allahın izni ilə bitirmişəm və təkəbbür olar, ilk dəfə tarixdən 5 almışam və sonra digər imtahanlardan kəsilmişəm. O dövrün şərtləri var idi. Bəli, bəli. O zaman test yox idi. Amma maraqlıdır ki, mən tarixi məcburam söyləyəm, çox mükəmməl oxumuşam. Yəni, məsələn, mən tarixi hazırlaşdığımı rayonda hər kəs bilirdi. Hər kəs bilirdi ki, Seyid Camal tarixi hazırlaşır, Şərqşünaslığı fakültəsində hazırlaşır. Və nədənsə bir müəlliməm mənə ən çox haqq etdiyimdən orta məktəbdə atestatıma 4 yazıldı. Digərləri 5 idi. Mən də belə həvəsləndim ki, belə görürsünüz, deyir, bilmərəm nədəndir, həyatım qəmdir. Mən də düşündüm ki, mən ən çox haqq etdiyimə nail olmalıyam. Çünki mən həmişə mübarizə yolunu seçmişəm. İstəyir canlı efirdə söylədiklərimə xitabən insanlara aşıladığım əyilməzlik, dönməzlik, mübarizlik, istər 10 il bundan öncə inamın işığında Qarabağın azadlığına gedən yolumuz açıqdır. Siz bunu görəcəksiniz, insanlara o inancı aşılamaq, milli vətənpərvərlik ruhuna kökləmək, o da mənim düşünürəm ki, inancımdan, imanımdan qaynaqlanır. Amma təbii ki, 16-17 yaşında bir uşağın, o ruh adamının, həm də bildiyi bir nöqtədən zərbə alması, bu çox böyük bir ara sıra yadıma addımdır, düşəndə, evdə də söhbət edəndə xatırlayıram və həmin müəlliməmin də yenə də halallaşmışıq, amma siz dediniz, bilirsiniz, gördüm. Rəbbimdən təvəqqə edirəm. Amma mənim üçün psixoloji amil olaraq nəzərə alsaq, çox üzüntülü idi. Hətta açıq söyləyirəm, ağlamışdım. Yəni, doğru söyləyirəm. Amma dünyanın ən gözəl gülləri də nəmişli yerlərdə bitir. Söyləmiş ustad, doğru söyləmiş. Dünyanın ən gözəl gülləri nəmişli yerlərdə bitir. Mən düşünürəm ki, bugün Seyid Camal Əzimbəyli imzası və bugün yüzlərlə gənclərimizin formalaşmasında apardığımız, ailəcə apardığımız mücadilənin şartlarını gördükdə, bax o dediyiniz, etdiyimiz duaların, demədimmi dünyanın Yunus Əmrə və yaxud Mövlaniyə dayansaq, dünyanın ən gözəl gülləri hər birinin düşüncəsində, kəlamlarında var ki, nəmişli yerlərdə bitər. Və ağlamayan gözdən hezaram, ağlamayan gözdən bezaram söyləyirlər. Yəni, insan ağlayanda birinci o ilahi təslimiyyətdir. İnsan ibadətdə, itayətdə, ilahi təslimiyyətlə, qulluq ədəbində acizliyini etiraf edir ki, ya Rəbbim, mən sənin qarşında azizəm, günahlarımı kes, tövbələrimi qəbul et. İstəmirəm bura inan veriliş olsun, amma vadar etdiniz yaxşı anlamda. İnsanlıq halı zaten. Amma bir məsələ var ki, bir də sən şikayət edə bilirsən ağlayanda. Ya Rəbbim, mən dinim adına, vətənim adına, dövlətim adına mücadilə verirəm. Bu yolda mənə əngəl olanlara sən fürsət mi verəcəksən?
Bu sualı da verə belə bir bilirsən. söz var, mən bunu bir neçə dəfə verilişdə istifadə eləmişəm, amma hər məqamı gələndə o söz yadıma düşür. Deyir, ürək tərləyəndə, yəni hərəkətli olub tərləyəndə tər göz yaşları kimi axır, göz yaşlarından gəlir. Yəni ürəkdən qidalanır bu göz yaşları. Seyid Camal deyir, kaş ki hönkürüklərim mən olaydım. Bulud olaydım, gurlayaydım. Şimşək təki çaxaydım. Saf yağışımla üzünə qonaydım. Kaş görməyəydim səni göz yaşlı. Bu mənim, bilmirəm, şeirə bənzər bir hissimdir. Siz bugün nə edirsiniz, mən bilmirəm. Amma duyuram, demək yaradıcı insanlar belə olurlar. Yəni sizin apardığınız, müəllif olduğunuz bu veriliş üçün çox sağ olun bunları tapıb üzə çıxardığınıza görə. Bilirsiniz, hər bir yaşantının həmin anın öz situasiyası, həmin anın öz yaranma səbəbi olur. Və biz bugün inamdan, insana inamdan danışırıq, yaşantılar. Yəni bir deyirlər, brilyant cilalanır. Yəni əslində adi qara bir daşdır, amma nə qədər cilalanır və brilyant həddinə çatır ki, onun qiyməti çox yüksək olur. Əslində insan da cilalanaraq, mən sizin hər cilanızın bir məqamını açıram əslində. Bugün Seyid Camal bir obraz olaraq, Seyid Camal bir din xadimi olaraq, Seyid Camal bir imza olaraq buradadırsa, onun cilalandığı və onun bu əşya... Cəmiyyətin bilmədiyi tərəfləri anlayıram. Ondan qaynaqlanır, bilirsiniz. Təşəkkür edirəm. Mənim üçün xoşdur, gizlətmirəm yəni. Təbii ki, yəni bizim amma gözləmirdim bu qədər, yəni onu da söyləyirəm, açıq söyləyirəm. Yəni bu qədər də gözləmirdim. Bilirsiniz... Bax, bir məqamı mən bundan sitat gətirərək demək istəyirəm ki, bəzən, bax, sizdə cilalandığınız, gördüyünüz, layiq olduğunuz qiymət, layiq olmadığınız qiymət, qarşı tərəfin göz yaşından özünə nəticə çıxartmaq və yaxud bir xəstənin yanına gedəndə oradan hansısa məsələləri əxs etmək, bir hiqqə, bir mübarizlik və bunun fonunda həm də bir etibar, sədaqət özünə əxs edən Seyid Camal var. Seyid, məncə boğazınız quruyur. Qəbul edərik. Allah razı olsun. Və əziz tamaşaçılarımız, Seyid Camalın həyatı o qədər maraqlı, o qədər xoş, o qədər... Mən insanlara hər zaman xoş sözləri deməyi çox istəyirəm. İstəyirəm ondan da artığını söyləyim və düşünürəm ki, o insanlar da ona layiqdir və layiq da olmalıdır. Bax, bu məqamları irəliləyən dəqiqələrdə də maraqlı məqamları sizə biz açacağıq. Bu dəqiqələri bizə bəxş edən isə Hacı Seylon çaylarıdır. Hacı Seylon çaylarının baş sponsorluğu ilə bərabərik. Ayrılmayın heç ara, qısaca bir reklam fasiləmiz var, yenidən buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var ki, bu da insan orqanizminə çox xeyirlidir. Yaxşı dəmlənmiş əsl keyfiyyətli çay yorğunluğu aradan qaldırır, yuxusuzluğa müsbət təsir göstərir. Sağlam olmaq istəyirsinizsə, əsl keyfiyyətli çayı seçib alın. Bəs əsl keyfiyyətli çay hansı çaydır deyə soruşsanız, heç düşünmədən deyərik. Bu, Hacı Seylon çaylarıdır. Bəs niyə Hacı Seylon çayları keyfiyyətli hesab olunur? Ona görə ki, əsl Seylon çayıdır və Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır. Və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir. Amma Hacı Seylon çaylarında isə bu var. Bəs bu çayları hardan seçib almaq olar? Bu çayları seçib almaq üçün siz şəhərimizdə fəaliyyət göstərən Taygastor və digər şəbəkə marketlərinə gedə bilərsiniz. Orada isə seçimlər çoxdur. Yaşıl rəngli qablaşmada olan Pekoy çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Daha çox məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hər birinizin evinizdən isti, dəmlənmiş, əsl keyfiyyətli çay əskik olmasın. Bu isə Hacı Seylon çayları olsun, çünki Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif.
James xanımın bir üstünlüyü var ki, o məni günahlardan daha çox qoruyan mübarək bir səbəbkardır. Yəni qadın zaten fədakardır. Qadın fitrətdən belədir. Çılğın Seyid Camal deyirsiniz, mən 11 nömrə futbolçuyam və birinci dərəcəli... Hücumçu futbolçu. Bəli, hücumçu futbolçuyam. Mən hücumda da daim olmağı sevmişəm və bir sirri açım. Seyid Camal yaşının bu çağında körpə Camalın atasının huzurunda olduğunu təsəvvür edir. Nə deyərdi atasına? Mənə izin ver futbol oynayım. Onu söyləyərdim, həqiqətən. Sevgi Allaha gedən yolun başlanğıcında bir müsafirlikdir, deyir bugün mənim qonağım. Və bugün Xəzərin sahilindən bir daha hər birinizi salamlayırıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Qonağım kimdir? Qonağım Seyid Camal Əzimbəylidir. İSPOİT televiziyasında İnam verilişinin müəllif və aparıcısı, şərqşünas alim, ictimai xadim və bütün mənalarda insanları və insanlığı mənəvi meyarların ən ali zirvəsinə səsləyən bir adam. Belə dua edək ki, Allah dediklərinizə məni layiq qərar versin və utandırmasın. Estağfurullah Seyid. Seyid, bilirsiniz, biz bugün dini inanclarımıza tapınaraq müəyyən məsələlərdə, müəyyən vəziyyətlərdən çıxmağa çalışırıq. Son güman yerimiz dini inanclarımız olur. Nə qədər bunu qəbul edən, qəbul etməyən ünvanlar var, reallığımız var. Amma sonuçta biz onun möcüzələrini görüb ona tapınırıq. Və bugün Seyid Camal məhz insanı dini yolla mənəvi meyarların ən ali həddinə çatdırmağa çalışır. Və bugün Seyid, biz qalib bir ölkənin vətəndaşlarıyıq və biz bugün nə gözəl tarixi anlar yaşadıq və bizim ölkə başçımız və bizim birinci xanımımız işğal olunmuş o rayonlara, o bölgələrə gedəndə ilk tapındığı məqamlar o bizim müqəddəs ocaqlarımız olur. Şuşadakı Gövhərağa məscidində, Ağdamdakı, Zəngilandakı, yəni bütün bunların hər biri həm də insanlara və insanlığa bir mesajdır. Biz həm də onun üçün Allahımıza minnətdarıq və mən bilirəm ki, sizin də həyat yolunuzda dinin bizə əxs etdiyi, dinin bizə layiq bildiyi ən gözəl meyarlardan biri ailədir. Sağlam ailə, doğru ailə və siz də çox sağlam, gözəl bir həyat yoldaşınızla bərabər müqəddəs yolda bərabər addımlayırsınız və yeni Üfüq İctimai Birliyinin təsisçisidir xanımız və siz qazilərimizin, əskərlərimizin görüşünə getdiniz. Bax, bu həm də cihad uğrunda canından, qanından keçən insanların müqəddəs yoluna kömək göstərməyin özü də bir vətəndaş borcudur. Allah sizdən razı olsun və mən bunu deməsəm qiyamətə qədər od tutub yanaram. Bunu hər cümə günü, Ramazanda, hər gün imsaqda, iftarda demişəm və yenə də axirətimə qədər də deyəcəm ki, İlham Əliyev cənabları, Müzəffər Ali Başkomandanımız, Qarabağın Fatihi onu ərşdə Allahın özü seçdi və ona yenilməz güc, iradə, qüvvət verdi və onunla bərabər addımlamağa, onun hər bir an yanında dimdikdir, dayanan, ona güc verən hörmətli Mehriban xanımı da Rəbbim müjdələdi. Yəni, ona niyə dedim deməliyəm, mən bunu tam cəsarətlə deyirəm ki, biz dünyəvi ölkədə yaşasaq da, Azərbaycanda milli, mənəvi, dini dəyərlərimizin, mədəni irsimizin ən böyük təsbkeşi Qarabağın Fatihi, Qarabağın xilaskarı İlham Əliyev cənablarıdır və çox doğru deyirsiniz, hörmətli Mehriban xanımla Müzəffər Ali Başkomandanımız, İlham Əliyev cənabları Ağdamada, Şuşada, hələ mənim bir yazım da var idi ki, Ağdamda, Şuşada toz basmış məscidlər o dini qaydalara riayət edərək, mən dəqiq bilirəm, yəni bildiyimə görə də bugün də sizin də efirinizdə bunu söyləməyi özümə borc bilirəm, vəfa borcu ki, orada tozlar vardı, divarlarda, tam təmizlənmə işləri aparılmamışdı. Amma hörmətli Mehriban xanımla İlham Əliyev cənabları dini qaydalara riayət edərək ora Quran-ı Kərimlə getdilər və o donuslar bəslənmiş o yerlərin bizim olduğunu, oranın pak olduğunu
və orada bir süjet var, yəqin ki, görmüsünüz. Orada qalib sərkərdəmiz Mehriban xanım o Ağdamda, Şuşada divarlara, toz basmış divarlara sığal çəkirlər. Mənim yazım vardı xəbər saytlarında ki, Ağdamın, Şuşanın qanayan yarasına İlham Əliyev və Mehriban xanım sığal çəkdilər. Yəni, biz də ondan qaynaqlanaraq aldığımız dərslərdən biri də odur ki, bunu sosial bir hala gətirmək, yardımlaşmaq, xeyirxahlıq ənənələrini biz artıq 30 ilə yaxındır ki, Sevinç xanımla bərabər açıq yarışırıq onunla. Bəzən mən deyirəm, bu layihəni belə edək, o deyir, yox, bunu belə edək. Amma sonda bir etiraf edim ki, onun dedikləri daha çox keçərli olur. Və bu günə qədər minlərlə şəhid, qazi ailələrini ziyarət etməyimdə düşünürəm ki, Sevinç xanımın yorulmaması, bax, biz bunu edəcəyik, biz bunu etməliyik. Onlar haqq sahibləridir, onları ziyarət etmək sən özün deyirsən imandandır. Bir də Sevinç xanımın bir üstünlüyü var ki, o məni günahlardan daha çox qoruyan mübarək bir səbəbkardır. Ona görə toxundunuz, mən də bunu söyləmək özümə borc bilirəm. Bir bəyəfəndinin öz xanımına ali formada qiymət verməsi, onu dəyərləndirməsi, yəni qadın zaten fədakardır. Qadın fitrətdən belədir. Bizim yaşadığımız şərti və şərtsiz reflekslər var. Şərtsiz reflekslərdən biri də qadının analıq, mənsubiyyət, mühafizəkarlıq xüsusiyyətlərinə sahib olmasıdır. Yetər ki, qarşı tərəf, o bəyəfəndi onu görsün və qiymətləndirsin. O zaman qadın artıq öz qadınlığını və fitrətdən olan o hisslərini daha gözəl isar edəcək. Biz buradan da dəyərli Sevinç xanımı salamlayırıq. O həm də bir redaktor olaraq Space televiziyasına çalışır və əziz tamaşaçılarımız, sizin göndərmiş olduğunuz çox sayılı sualların cavablanmasında bir vəsilədir. Bu işin özü də bir peşəkarlıqdır. Minnətdaram sizə. Və buradan salamlarımı çatdırıram, göndərirəm. Aleyküm əssalam. Seyid, Ezopdan soruşurlar ki, Ezopun otağına daxil olurlar, görürlər ki, o kitabların arasında əyləşib kitab oxuyur və günlərlədir ki, oradan çıxmır. Bunun bu vəziyyətindən nigaran qalıb gəlirlər, görürlər ki, o saatlarla o kitabı oxuyur. Və ona belə toxunurlar, başını qaldırır və deyir ki, sən burada tək oturmaqdan yorulmadın. Ezop başını qaldırır və baxandan sonra deyir ki, indi dərk elədim ki, təkəm. Yəni, insanın kitablarla olması, onun bilavasitə özünün, öz dünyası və Seyid Camalın 7000-dən çox kitabı var, olub və Seyid Camal kitablara tapınan, özünü bayaq dediyimiz kimi cilalanaraq yetişdirən bir insanlardandır. İnsan zaten neçə yaşına qədər olursa olsun, özünün inkişafı cilalanması üçün əlindən gələni əsirgəməməlidir. Amma 2 sualı birdən verəcəm Seyid. Çünki zamanımız daraldıqca mən istəyirəm ki, bütün sualları sizə ünvanlayayım. Amma Seyid Camalın içində bir çılğınlıq da var. Yəni, hər iki təmkin və müdriklik və çılğınlığı bir arada davam etdirə bilmək. 11 nömrəli futbol hücumçusu və çoxlu kitablardan dərs alan bir insanın həyatda yaşama taktikası nədir? Mən bilmirəm, yəni elə gözəl bir mənbələrə dayanaraq söylürsünüz ki, mən bu gün də ən gərgin iş cədvəlindən sonra günün sonunda kitab oxuyuram. İndi hətta yəqin ki, izləyicilərə də bunu tövsiyə edirəm ki, indi sonuncu oxuduğum kitab bizim 44 günlük Vətən müharibəsi qəhrəmanı Surxay Nociyevə həsr olunub komutan əsəridir. Mən onu bir dəfə oxuyub çıxmışam, indi ikinci dəfə oxuyuram. Real hadisələrə dayanır. O Qarabağın azadlığı uğrunda, Şuşanın fəthi uğrunda canını fəda edib və onu ikinci dəfə oxuyuram. Kitab oxumaq bir mədəniyyətdir. İndi internet dövrüdür, bilirəm, kompüter əsridir. Amma inanın, biz kitabdan kənar düşdükcə mənəvi dəyərlərimizdən, mədəni irsimizdən də, əxlaqi dəyərlərdən də uzaq düşürük. Çünki oradakı tapdığımız, mənimsədiyimiz obrazlar bizim şəxsiyyətimizin bütöv hala gəlməsinə səbəbə çevrilir. Yəni, bir də ki, kitab oxuyan adamlar oradakı, belə deyək, obrazları mənimsədikdə kim oradakı mənfi obraza oxşamaq istəyər?
sevgi ilə bağlı oxuduğun roman və yaxud Surxan Nosiyev, Allah rəhmət etsin bütün şəhidlərimizə, onu oxuyan Surxan Nosiyevə bənzəmək istəyəcək də, o qəhrəmanlıq səlnaməsinin tarixini yazan aslanımıza. Amma digər tərəfdən o çılğın Seyid Camal deyirsiniz, mən 11 nömrə futbolçuyam və birinci dərəcəli... Hücumçu futbolçu. Bəli, hücumçu futbolçuyam. Mən hücumda da daim olmağı sevmişəm və bir sirri açım. Bir də görürsünüz, mənə hansısa bir verilişimlə bağlı yığırlar ki, filan ilahiyyatçını dəvət etsən daha yaxşı olar. Bir də baxırsan, kimsə özü yığır, deyir ki, mən ilahiyyatçıyam, məni niyə çağırmırsan? Mən deyirəm, yox, bu adam deyirsə, mən bunu verilişimə dəvət etməyəcəm. Bilmirəm nə qədər yanlışdır, taktika necədir. Amma mən hücumda da oynayanda, yəqin ki, mənimlə futbol oynayan dostlarım da baxacaqlar, məndən top ötürməsini istəyən dostlarıma top ötürməzdim. Amma istəməyənlərə özüm top ötürərdim. Mən hər zaman doğru araşdırma aparmısınız. Mən hücumda olmağı sevirəm. Çünki həqiqətləri, doğruları, necə cəmiyyətə, topluma çatdırmağı özüm üçün mənəvi bir vəzifə qəbul etmişəmsə, futboldakı o hücumçu taktikası da zaman-zaman mənim işimə yarıyıb. Kitabla bağlı qısa bilirəm, vaxtımız bitir, amma mən bütün gənclərimizi kitab oxumağa dəvət edirəm. Kitabla şəkil çəkdirməyə deyil. Çünki bəzən görürük sosial şəbəkələrdə insanlar var, sanki hər gün kitab oxuyur, kitabla şəkil çəkdirirlər. Bu da normaldır, cəmiyyəti, toplumu maarifləndirmək üçün. Amma təşviq yollarından ən doğrusu, bu gün sizin verdiyiniz bu mesajdır ki, kitab insanın tək nitq mədəniyyətinin formalaşmasına deyil. Təbii ki, nitq mədəniyyətinin formalaşmasında müstəsna xidmət olur. Amma kitab insanın həyatı idrak etməsində, insanın özünü tapmasında və insanın o obrazlara oxşarlığına doğru addımlamasında oxuduğu əsərlərin çox böyük, misilsiz xidməti var. Mən bunu öz həyatımda görmüşəm və bu gün də davam etdirirəm. Mən daha bir başqa əlavə bir məqama fikir verdim. Bir insan kitab oxuya bilər, onun içindəkilərindən faydalana bilər, öz ruhunu zənginləşdirə bilər, tamam. Amma ona dəyərli olan bir şeyləri qoruyub saxlamaq, bu isə bir ayrı insani keyfiyyətdir. 7000 kitabı qoruyub saxlamaq, sahiblənmək, bilirsiniz, bax bu da bir xəsiyyət, bu da bir keyfiyyət, hətta xəsiyyət deməzdim, keyfiyyət göstəricisidir. Bunu mən oxudum, bu mənə dəyərlidir, saxladım. Bunu oxudum, dəyərlidim, saxladım və bax belə insan mütləqdir ki, etibarlı olacaq, özününkünə sahib olmağı və qorumağı, saxlamağı çox sağ olun, bacarmaq. xoş sözlərinizə görə tək özünə deyil, sevdiklərinə, xanımına, övladlarına deyil, cəmiyyətə, topluma da vəfalı davranacaq, vətəninə də sevdalı, aşiq olacaq. Çünki bilirsiniz, mən bunu deyim, vaxtımız az olsa da, mənim əynimə geyinmək üçün paltar almağa rəhmətli yatan pul verərdi ki, bax, xoşun gələn gedib filan paltarı ala bilərsən. Və yaxud da mən Ağdama, Şuşaya gedirdim, Laçına gedirdim. Mən orada mərkəzi kitab, belə deyil, rayonun mərkəzində, o dövrdə belə idi, bir kitab satış yeri vardı. Mən orada gedərdim, orada, məsələn, Ağcabədidə kitab satan şəxs dərhal gedən kimi, hə, bax, yeni bu üst kitab gəlib. Bax, Vidadi Babalının Vicdan Susanda, yəni xatırladıqlarımdan. Salam Qədirzadə, Əlibala Hacızadə. Yəni bunları sadaladıqsa, digərləri, elləri var, ruhları inciyər, elləri var. Məsələn, mən Ramiz Rövşəni hər gün oxuyuram. Yəni, oxumaq, idrak etmək, onu ruhuna hopdurmaq, məncə biraz da tək sevgi deyil, biraz da vicdan məsələsidir. Çünki əmələ bağlıdır, niyyətə bağlıdır. Əgər o kitabı oxuyacaqsansa, oradakı obrazlardan, o qayədən nəsibini ala bilməyəcəksənsə, bu nəyə bənzəyir? Mən bəzən siz yəqin ki, bilirsiniz, efirdə də söyləyirəm. Adam namaz qılır, oruç tutur, yalan danışır, qeybət edir, qul haqqına girir. Deyirəm, ondansa idman zalına gedin, idman edin, əzəllərinizi möhkəmlədin. Allahın belə ibadətə ehtiyacı yoxdur. Çox sağ olun. Seyid Camal. Bəli. Yaşının bu çağında təsəvvür edin ki,
Seyid Camal yaşının bu çağında körpə Camalın atasının huzurunda olduğunu təsəvvür edir. Nə deyərdi atasına? Mənə izin ver futbol oynayayım. Onu söyləyərdim, həqiqətən. Soyuqlayanda anamızın cadar əllərini üzümüzdə, alnımızda hiss edirik. Və bu cadar əllər bizi hər zaman hər şeydən qoruyur. Anasının cadar əlləri üçün çoxmu darıxır? Bilirsiniz, mən duyğulu adamam, amma adətən canlı efirlərdə ağlamaqdan biraz qaçan adamam, açıq söyləyirəm. Anam, mən gənc ikən, yəni mənim toyumu falan görməyib, hamının anası özü üçün mələkdir, amma mən düşünürəm ki, mənim anam Seyid Səbiqə xanım biraz tam fərqli idi. Belə bir gənc dövrümdə belə bir yazı yazdım, onun məzarını hər kəs ziyarət etdi, evə dönürdü, minlərlə insanlar onun dəfininə gəlmişdi. Mən yazdım, anam düşdü yadıma, xəyalım çatdı dadıma, üzünün cizgiləri canlandı könlümdə, həsrət, vüsala calandı könlümdə. Bilmirəm, bax, belə hasalanmış fikirləri, belə deyək, dodağımın altında ağlaya-ağlaya evə gəldim. İnsanlar çadıra yığışmışdılar. Yəni, bilirsiniz, ana elə bir varlıqdır ki, Ustad necə gözəl söyləyir, kim ki ananın qəlbini qırar, Allahın qəzəbi belini qırar. Seyid Camalın 100 yaşı da olsa, 200 yaşı da olsa, göz axtaracaq. Amma ata sevgisində Seyid Camal susdu. Ata sevgisində Seyid Camal özünlə oldu. Ata sevgisini xatırlayanda Seyid Camalın ruhu titrədi, dodaqları əsdi, gözləri təsirləndi. Allah razı olsun. Yox, mən atam mənim milli, dini kimliyimin formalaşmasında atam mənim üçün sanki bir canlı bir tarixdir. Yəni, bu həyatda olmasa da, axirətdə olsa da. O yeganə atadır ki, o mənə duadan çox bəddua edib. Hansı bəddua? Deyib ki, seyidlik adına xələl gətirdiyin gün Allah səni əfv etməsin, yanıma üzü qara gələsən. Məni elə, bax, bu ünvanlara, məni bax, bu Xəzərin sahilində sizinlə üz-üzə gəlib, bu müsahib olmağa, bax, atamın o bədduası gətirib çıxarıb. Əgər elə olmasaydı, mən Seyid Camal kimi formalaşmazdım. Çünki mən hər zaman o xoş dua ilə bərabər bədduadan qorxmuşam. Çünki mən Allahı sevdiyim qədər hər zaman onun qəzəb hədiyyəsindən də qorxmuşam. Çünki elə bu vətəninə, bu dövlətinə bağlı olan şəxslər, mən bu şəhidlərin çoxunu tanıyıram, onlar Allaha təslim olmuş bəndələrdir. Ona görə də düşünürəm ki, atamın mənə o bədduası inşallah axirətimə qədər də məni seyr edəcək, məni təqib edəcək, məni pisliklərdən, məni yalandan, qul haqqına girməkdən, onun adına, onun mübarək soyuna xələl gətirəcək davranışlardan uzaq tutacaq. Nə yaxşı ki, o bədduanı mən atam edib. Allah o dünyasını nurlu eləsin, Sağ olun, bütün dünyasını dəyişən valideynlərin sizə can sağlığı versin. Təşəkkür edirəm. Ailənizə huzur arzu edirəm və bu verilişimizin bu məqamında ənənəmizə sadiq qalaraq Hacı Seylon çayından sizə hədiyyə verirəm. Əziz, dəyərli Seyidimiz, veriliş boyu bax bu içdiyiniz, dəyərləndirdiyiniz, qiymət verdiyiniz bax bu çaylar Hacı Seylon çaylardır. Aparın, Sevinç xanım, dəmləyərsiniz bu çayı və övladlarınızla, əzizlərinizlə bərabər ağız dadınıza uyğun xoş xatirələrdən danışarsınız. Təşəkkür edirəm. Zaten elə evdə də Sevinç xanım Hacı Seylon çaylarından dəmləyir. Var olasınız, minnətdaram hədiyyənizə görə. Və Sevinç xanımdan söz düşürsə, mən Sevinç xanımın simasına bütün ailəsində mehriban olan və bütün ailə dəyərlərinə qiymət verən bir məqama
diqqət yetirmək istəyirəm. Ağçiçəyindən gözəl bir Sevinç xanıma hədiyyəmiz var və Ağçiçəyim adından bütün xanımlarımıza öz sevgi məhəbbətimizi göndəririk. Sənə söyləyim. Öz sevgi məhəbbətimizi göndəririk. Sevinç xanım, xoşbəxt olun. Həssas davranışınıza görə çox təşəkkür edirəm və Sevinç xanımın da ən çox sevdiyi güldür, bilirsiniz yəqin ki. Bütün xanımların təşəkkür edirəm. Mən buna görə çox təşəkkür edirəm. Bu mənim üçün də çox böyük bir hədiyyə oldu. Var olasınız, Allah razı olsun. Bu veriliş boyunca da hazırladığınız suallar, araşdırmalarınız ən peşəkar bir aparıcının, bir müəllifin əyani bir sübutu oldu. Duyğularımıza çalışdıq, hakim olaq. Bəzən ola bilmədik. Görünür, bu da sizin peşəkarlığınızın ən üstün göstəricisidir. Var olasınız güllərə görə, hədiyyə görə təşəkkür edirəm. Mən bunu Sevinç xanıma sevgilərlə çatdıracağım. Sizin adınızdan yəni. Var olasınız. Var olasınız. Mən də sizə təşəkkür edirəm. Əziz tamaşaçılarımız, sizə də təşəkkür edirəm ki, bizimlə bərabər oldunuz və bizim ruhumuza, iç dünyamıza siz də qonaq oldunuz. Xəzərin sahilindən hər birinizə bol sevgilər göndəririk. Hər birimizin içimizdən Allah sevgisi, inamımız və imanımız əskik olmasın. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Ceylon çayları.